Coca-Cola Avropa bazarında məhsul etiketlərini dəyişməyə qərar verib. Yenavaz.com Forbes istinadən xəbər verir ki, bu dəyişiklik Avropa İstehlakçı Təşkilatı və Ətraf Mühitin Hüquqi Müdafiəsi sahəsində fəaliyyət göstərən Klient Örd Təşkilatının şirkətə qarşı irəli sürdüyü şikayətlərdən sonra baş verib. Şirkət məhsul etiketlərindəki 100% təkrar emal edilmiş və təkrar emal edilə bilən kimi ifadələrlə istehlakçıları yanıltmaqda ittiham olunub. Müvafiq orqanların bildirdiyinə görə Coca-Cola'nın butulka qapaqları, etiketləri və digər komponentləri həmişə təkrar emal edilən materiallardan hazırlanmır. Bu isə məhsulun ekoloji cəhətdən zərərsiz olduğu barədə istehlakçılarda yanlış təəssürat yaradır. Yeni dəyişikliklərə əsasən Coca-Cola butulkanın hansı hissələrinin təkrar emal olunan plastikdən hazırlandığını daha dəqiq göstərəcək. Eyni zamanda şirkət öz rəsmi internet səhifəsində və sosial media platformalarında bu barədə məlumatları yeniləyəcək. Klient Örd Təşkilatının hüquqşünası Kamila Dirzeviyeçka bu qərarı daha böyük dəyişikliklərin başlanğıcı kimi qiymətləndirib. Stat: Bu bütün sənaye üçün bir siqnaldır. Aldadıcı ekoloji iddialar artıq hüquqi məsuliyyət daşıyır. Statın sonu: Avropa İttifaqının milli tənzimləyici orqanları yalnız Coca-Cola'nı deyil, digər iri içki istehlakçılarını da yaxından izləməkdə davam edəcək. Bununla belə plastik tullantılarla bağlı əsas problem hələ də həll olunmamış qalır. Dünyada istehsal olunan plastikin cəmi 10% təkrar emal olunur. Qalan 90% isə planetin çirklənməsinə səbəb olur. Bununla belə plastik tullantılarla bağlı əsas problem hələ də həll olunmamış qalır. Dünyada istehsal olunan plastikin cəmi 10% təkrar emal olunur. Qalan 90% isə planetin çirklənməsinə səbəb olur. Forbes-in xəbərində bildirilir ki, yeni etiket qərarı Coca-Cola'nın ekoloji məsuliyyət sahəsində daha şəffaf siyasət yürütmə niyyətində olduğunu göstərsə də, ekspertlər bu sahədə daha ciddi və davamlı dəyişikliklərə ehtiyac olduğunu vurğulayırlar.